Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün 7-ci sinif mövzusu olan 2 dəyişənli xətt tənklər sisteminin tətbiqi ilə məsələ həlli mövzusunda səhifə 183 və 184-cü səhifələr izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. Keçəyim mövzunun izahına, həmçinin sualların izahına baxacağıq. Burada biz keçən dərsimizdə qalmışdıq 13-cü sualdan. 13-cü sualdan yazağım bizə deyir ki, bir ədədin 5%. Təbii ki, mən burada ədədin 5%-ni tapanda ədədi 5'ə vurub 100'ə bölməliyim. Hər hansı bir ailədə olsun. Digərinin isə 8%-nə bərabərdir. Burada da B vurulsun 8 bərabər 100'ə bölünsün 100 olacaq. Burada uşaqlar məxrəclər bərabərsə təbii ki, sürətlər də bərabər olmalıdır. 5A bərabərdir. 8 vurulsun B şəklində yaza bilərik. Sonra bizə deyir ki, birinci ədədin 10%, yəni 10 vur A bölü 100 ilə ikincinin 9%, 100, ikincinin 9 vur B bərabər 3,5'ə. Biz buradan kəsirdən azad olsun deyə hər tərəfini mən 100'ə vuracağım. Təbii ki, vura bilərik. Burada 10A çıxılsın 9B bərabər 350 olacaq. Və burada da bizə deyir ki, baxın, 5 vur A bərabərdir 8 vur B'yə. Yəni, biz burada nə edə bilərik? Gəlin biz burada məsələn K vəzifəsi etmək olar. Burada məsələn, mən burada A bölünsün B-ni belə yaza bilərəm. 5'də 8 yaza bilərik. Burada A-nın yerinə məsələn 5K, B-nin də yerinə A-nın yerinə 8K, üzülü sayım 8K, B-nin də yerinə 5K yazmaq olar. Gətir biz burada bax bu ifadə yerinə yazıram. A-nın yerinə 8K yazacağım. 10 vurulsun 8K, çıxılsın 9 vurulsun 5K bərabər 350'yə. Burada bu elədi 80, bu da elədi 45. 80'dən də 45 çıxsaq, eləcə bizdə 35. 35K bərabər 350. Buradan da K bərabər 10 oldu. K-nı 10 tapandan sonra gətirib burada 8'i vuracağım 10'a. Bu elədi 80. 5'i vuracağım 10'a. Bu da elədi 50. Bizə də deyir ki, bu ədədlərin cəmini tapın. 80 ilə 50'nin də cəmi bizə eləyəcək cavabımız 130. Keçəyim B variantına. B variantında da deyir ki, 2 ədədin fərqi x minus y bərabərdir 65. Kvadratları fərqi x-in kvadrat çıxılsın y-in kvadrat isə 8775 şəklindədir. Burada mən bu ifadəni x çıxılsın y, x üstə gəlinsin y kimi yaza bilərəm. Bərabərdir 8775'ə. Burada baxın, bu fərqin yerinə mən bu 65 yaza bilərəm. 65, yəni 65 vurulsun x üstə gəlinsin y bərabərdir 8775'ə. Buradan bu bizə də baxın soruşur ki, bu ədədlərin cəmini tap. Cəm də burada verilib bizə. Onda mən bu x üstə gəlsin y tapmaq üçün 8775'i bölməliyəm 65'ə. Buradan da x üstə gəlsin y-ımız bərabər olacaq. Bunları böldüyümüz zaman cavabımız 135 edəcək. Keçəyin C variantına. C variantında isə bizə deyir ki, 2 ədədin cəmi 125'dir. X üstə gəlinsin y bərabər 125'ə. Və bizə deyir ki, yenə də x-in kvadrat çıxılsın y-in kvadratı bərabərdir 8425 olacaq. Buradan da mən bunu x çıxılsın y və bir də x üstə gəlsin y bərabərdir 8425 olacaq. Yəni, buradan mən x üstə gəlsin y-in yerinə 125 yazacağım. X çıxılsın y vurulsun 125 bərabərdir 8425'ə. Buradan x çıxılsın y tapmaq üçün 8425 bölünsün 125 olacaq. Buradan da x çıxılsın y-ımız, cavabımız burada onlu kəsir alınacaqdır. Cavabımız olacaq 67,4. Bir də vaxt itirmirəm bunları hesablamağa. Artıq məncə bunları bilirsiniz. Burada da məsələn hesablamadım. Bu şəkildə qeyd etmək olar. Keçirik indi 14-cü suala. Deyir ki, 2 rəqəmli ədədin rəqəmlər cəmi. 2 rəqəm, baxın, ədəd yazıldığı zaman, izləyicilər, baxın, burada məsələn AB ədədini qeyd edəndə belə bir işarə qoyulur. Yəni, üzərinə xətt qoyulur. Bu AB işarəsi, yəni AB ədədi 2 rəqəmli ədəddir.
Biz bu istənilən bir ədədi mərtəbə toplananları şəklində qeyd edə bilirik də. Məsələn, mən bu AB ədədini yazanda 10A üstə gəlinsin B şəklində qeyd etməliyik. Çünki niyə? Məsələn, mən bir ədəd deyirəm, 57 ədədini mərtəbə toplananları şəklində yazın. 5 vur 10, üstə gəlinsin 7 vur 1 yazmalıyıq da. Çünki bu 5 onluq mərtəbəsindədir, 7 təklik mərtəbəsində olduğuna görə bu şəkildə olmalıdır. İndi biz burada keçək ikinci hissəsinə bizə deyir ki, A üstə gəlsin B bərabərdir 14-dür. Bu ədədlərin rəqəmlərinin yerini dəyişsək, oldu BA. Rəqəmlərin yerini dəyişsək, verilən ədədlər alınır. Verilən ədəd verilən ədəd nədir? AB-dir. Verilən ədədin rəqəmlərini dəyişdik. Bunların fərqi çıxdığımız zaman nə olmalıdır? 18 alınmalıdır. İndi gəlin mən bu bayaq dediyim, baxın bu açılışla yazağın. Burada 10A üstəgəl B olacaq. Bu mənfiyə diqqət edəsək, burada 10B çıxılsın A olacaq mənfiyə görə. Bərabər 18-ə. Buradan bu 10A'dan bu A'nı çıxdığımız zaman 9A. Burada bunları çıxdığımız zaman 9B bərabər 18. Buradan 9'ları mütərizə xaricində çıxartdığımız zaman A çıx B buradan 18 oldu. A çıx B də bərabərdir 2 olacaq. A çıx B 2'dir, amma cəmində bizə 14 vermişdi. Əvvəlcədən baxın, burada qeyd olunur ki, cəmi 14. Biz bunları tərəf-tərəfə toplasaq, bunlar islah olar. 2A bərabərdir 16, A da bərabərdir 8 olar. A 8'dirsə, məsələn, bax, A çıx B bərabər 2-dən, A-nı yenə 8 yazsa, 8 çıxılsın B bərabər 2 olar. Buradan B də bərabərdir 6 şəklini alacaq. Bizə də deyir ki, bu iki rəqəmləri tapın. Biz AB yazmışdıq. Deməli, 86 şəklini alacaq. Keçən növbəti suala 14-ün B variantına baxmalıyıq. İki rəqəmli ədədin rəqəmləri cəmi yenə də AB götürsək, A üstə gəlsin B 9'dur. Bu ədədin onlu və təklik mərtəbələrinin rəqəmləri fərqi bu ədəddə 21 dəfə kiçikdir. Məsələn, onluq A çıx B ədədin özündən 21 dəfə kiçikdir. Onu mən buranı 21'ə vursam kiçiyi. Ədədin özü alınır. Buradan 21A çıxılsın 21B bərabərdir 10A üstə gəlsin B olacaq. Burada A-nı bu tərəfə keçirsək, bunu bu tərəfə keçirsək, 21A çıxılsın 10A bərabər B üstə gəlsin 21B olacaq. Buradan 11 vurulsun A bərabər 22B'yə. Hər tərəfini buradan 11'ə ixtisar etsək, A bərabər 2B olacaq və bizə ən başda demişdik ki, A üstə gəlsin B 9 olmalıdır. A üstə gəl B bərabər 9'a və burada A bərabər 2B'dir. Onda mən bu aşağıda bu A'nın yerinə 2B üstə gəl B bərabər 9 yazaram. Bunları toplasam 3B bərabər 9'a B də bərabər 3 oldu. Və bizə deyirdi ki, A bərabər 2 vurulsun B. B də 3'dür. Neçə ədədi? 6. Deməli, bizim AB ədədimiz 63 ədədiymiş. Bu şəkildə baxmamız lazım. Keçən növbəti suala, 15-ci suala baxırıq. Aralarındakı məsafə, məsələn, A-B məsafədə 20'dir deyir. 20 olan iki kənddən eyni zamanda qarşı-qarşı iki piyada yola düşdü. 2 saatdan sonra görüşdülər. Deyək ki, burada görüşdülər. Bunun getdiyi yol X-dır. Və 2 saat getdiklərinə görə 2 vurulsun X. Üstə gəlsin 2 vurulsun Y. Bu da bizim sürətlərimiz olsun. X sayı sürətlərimiz bərabər 20'yə. Burada hər tərəfini 2'yə bölsə, X üstə gəlsin Y bərabər 10 olmalıdır. Və bizə deyir ki, birinci piyadanın 4 saata getdiyi yolu baxaq görək. 4 vurulsun X. İkinci getdiyi yolu ikinci piyada 3 saata gedir. 3 saata getdiyi yoldan çoxdur. 4 saata getdiyi yol ikinci piyadanın 3 saata getdiyi yoldan çoxdur. Onda bu 3y-ın üstünə 16 gələrəm. Bunlar bərabərləşərlər. Biz burada nə edə bilərik? Məsələn, gəlin əvəz etmədən də istifadə etmək olar. Məsələn, burada x bərabər 10 çıxılsın y yazaram. Harada x varsa 4 vurulsun 10 çıx y bərabərdir 3y üstə gəlsin 16'ya. 40 çıxılsın
4y bərabər 3y üstə gəlsin 16-ya. Bunu bu tərəfə keçirdiyimiz zaman mənfi 4y çıxılsın 3y bərabər 16 çıxılsın 40 olacaq. Burada mənfi 7y bərabərdir. Mənfi 24 mi oldu? Mənfi 24. Y də bərabərdir. 24 bölünsün 7-yə. Yəni bu şəkildə oldu. İndi bu 15-ci sual idi. A variantı idi. 15-ci sual. Bizə nə deyir burada? Bu da elədir. Məsələn 3 tam 7-də 3 şəklində. İndi bizə x-i də tapmalıyıq da. Buradan x-i əvəz eləmişdi. Nə eləmişdi? Baxın buradan yazmışdı. X bərabər 10 çıxılsın 7-də 24 yaza bilərik. Buradan da x bərabər 7-də 70 çıxılsın 24. X də bərabər 7-də. Bu da eləyəcək bizdə 46 şəklini alacaq. Bu da belə. Həm x-i tapdıq, həm də y-i tapdıq. Keçirik B variantına. 15'in B variantında bizə deyir ki, iki şəhər arasındakı məsafəni velosipedçi 4 saatda, motosikletçisi 1 saata gedir. Yəni bu velosipedçi x olsun, bu da y olsun. Yəni 4 vurulsun x sürətləri təbii ki bərabərdir 0,8 vurulsun y-a. Və deyir ki, velosipedçinin sürəti x motosikletçinin sürətindən azdır. Onda mən bunun üzərinə 48 gəlsəm, elə motosikletçinin sürətini alarıq da. Mən bu tənliyi gəlin sadələşdirəyim. Necə sadələşdirə bilərəm? Məsələn, hər tərəfi 10-a vuraq. 40x bərabərdir 8 vur y-a. Düz deyirəm, hər tərəfi 10-a vura bilərəm. Və bunları gəlin ixtisar edəyim. Burada 5 vurulsun x bərabər y oldu. Və bir də belə bir tənliyimiz var. X üstə gəlsin 48 də bərabər y-a. Onda mən, baxın, bu y-ın yerinə 5x yaza bilərəmmi? Bəli, gəlin yazalım. X üstə gəlsin 48 bərabərdir 5x. Buradan 5x bu tərəfə keçirsəm, x çıxılsın 5x. Buradan mənfi 48 olacaq. Mənfi 4x bərabər mənfi 48-ə, x də bərabərdir 12. Demək, x nəyin sürəti idi? Velosipedçinin. İndi motosikletçinin sürəti isə bundan 5 dəfə çoxdur da. Y-ı tapmaq üçün 5 vur x-dır da. Yəni bu da neçələrdir? 60. Deməli bunun sürəti də neçə oldu? 60. 12 və 60. Bizə deyir ki, onların hər birinin sürətlərini tapın deyil. Bu da bu şəkildə olacaq. 60 və 12. Keçdik. 16-cı suala. Deyir ki, bizə motorlu qayıq iki körpü arasındakı məsafəni çayın axını istiqamətində 4 saata, çayın axını belə deyəndə bir çayın sürəti olsun. Çay x olsun. Çayın axını ilə, daha doğrusu axın ilə. Gəlin belə yazağım. Axın. Axın isə əksinə y olsun. Deyir ki, çayın axını istiqaməti 4 saat, yəni 4 vurulsun x, 5 saat isə qayıdır. 5 vurulsun y-a bərabərdir. Yəni o getdiyi məsafələr eynidir də. Əgər motorlu qayıq çayın axını istiqamətində, çayın axını ilə, yəni 70 kilometri 3 saata gedir. Yəni biz çayın axını x idi. Elə deyim sürət. X vurulsun 3,5 bərabərdir 70 yazsa, buradan x tapa bilərik də. 70 bölünsün 3,5 olacaq. Buradan x bərabər 700 bölünsün 35 olacaq. X bərabər neçələrdir? 20. X nədir bu? Axın ilə 20-dir. Bəs axına qarşı biz buradan tapa bilərik də artıq. Nə eləyirik? 4 vurulsun 20 bərabərdir 5 vurulsun y-a. Burada bunları ixtisar etsəm bura 4, y bərabər 4 vur 4, 16. Deməli, çayın axını ilə 20, sürəti 20-dir, axına qarşı 16-dır. Normalda onda bu çayın sürəti 18 imiş ki, qayığın sürəti 18-dir. Çayın sürəti 2-dir. Çayın axını ilə gedəndə üstünə 2 gəlirəm, 20 alınır. Yox, çayın əksinə getdiyimə görə 2-ni çıxıram, 16 alınır. Bizə nə deyir? Deyir ki, onun durğun sudakı sürətini tap. Onun durğun sudakı sürətini tap deyir. Bu da neçə oldu? 18 olacaq. Bu şəkildə baxa bilərik. Birdən bizdən çayın sürətini də soruşsa, çayın sürəti 2 olacaq. Bəzən belə suallar da düşə bilər. Buna diqqətli olmamız lazım. Keçirik növbəti suala. 17-ci suala baxırıq.
Bazar ertəsi 7-ci sinifdə oxuyan qızlardan bir nəfər, oğlandan isə 5 nəfər məşqə gəlməli. Qız X olsun, oğlan Y olsun. X çıxılsın 1, Y çıxılsın 5. Məşqdəki qızların sayı oğlanların sayı 2 dəfə çoxdur. Ondan mən oğlanları 2-yə vursam qızların sayını alaq. Sonra deyir ki, çərşənbə günü bir oğlan gəlməyib. Y çıxılsın 1, 9 qız gəlməlidir. Və onda bu zaman oğlanların sayı qızlardan 1 dəfə çoxdur. 1/5 dəfə. Onda mən qızların sayını 1/5-ə vuraram. Nə alarıq? Oğlanların sayını alaq. İndi gəlin biz burada sadələşdirəyim. Birinci bu yuxarını sadələşdirsək. X çıxılsın 1 bərabər 2Y çıxılsın 10 olacaq. Buradan bunu bu tərəfə keçək. X çıxılsın 2Y bərabərdir. -10 üstə gəlsin 1, -9 olacaq. Burada da mən bu 1/5-in yerinə nə yaza bilərik? Heç nə, gəlin o şəkildə saxlayalım. Buradan yazıram. 1/5x çıxılsın 13/5 bərabər y çıxılsın 1-ə. Bunu bu tərəfə atsaq, baxın 1/5x çıxılsın y bərabərdir. Bunu bu tərəfə keçirsəm 12/5 edəcək. Biz indi burada aşağını -2-yə vuraq. X çıxılsın 2y bərabərdir -9-a. Bunu vurduğumuz zaman -3x üstə gəlinsin 2y bərabərdir 25 olacaq. Hətta -25-ə. Tərəf-tərəfə toplasaq, bununla bu getdi. -2x bərabərdir -34-ə. X də bərabərdir 17 olacaq. X-ı neçə tapdıq? 17. Bizə deyir ki, cəmi neçə uşaq var? Burada 17 olduğunu gətir, əvəz eləyək. Məsələn, burada əvəz eləsə, 17 çıxılsın 2y bərabərdir -9-a. -2y bərabərdir. Bunu bu tərəfə keçirsəm -26-ya. Y də bərabərdir 13 oldu. Deməli, 17 qız, 13 oğlan var. Cəmi nə qədər oldu? Cəmi də 30 şagirdimiz var. Keçdik 18-ci suala. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 3 mislisindən 26 vahid kiçikdir. Biri x-dır, biri 3x çıxılsın 26-dır. Və bunların da cəmi 180 olmalıdır. Çünki uyğun tərəfləri paraleldirsə, yəni müxtəlif adlı bucaqlarsa cəmi 180 olmalıdır. Buradan 4x bərabərdir. Bunu bu tərəfə keçirsə 206. Buradan da x da bərabərdir. 5 dəfə düşər. 206-nı bölsək 4-ə. 5 dəfə 26-da 1 dəfə düşər. 4, 2, 20-də 5. Yəni 51/5. 51/5. Bizə deyir ki, bu bucaqların müəyyən. Biri 51/5-də, biri onunla 180-dən 51 çıxsaq, neçə elə? 128/5 mi elə? Digəri də 128/5 olmalıdır. Bu şey, yəni cəmi 180 eləməlidir bu ikisinin. Bu da y-dır. Gəldik sonra B variantına. Uyğun tərəfləri perpendikulär olan iki bucaqdan biri o birindən, biri x-dır, biri x üstə gəlinsin 75-dir. Bərabərdir 180-ə. 2x bərabərdir 180 yazacaqdıq bura. Bərabər 105. X də bərabərdir. Neçə oldu buradan? 5 dəfə düşdü. 52/5 oldu. X-ımız 52/5-dirsə, digərimiz də olacaq 127/5 olmalıdır. Değil mi? Bu ikisinin cəmi 180 eləməlidir. Yəni bu şəkildə olmalıdır. Gəldik 19-cu suala. Bizə deyir ki, təbii ki, burada biz A nöqtəsi 3 -2 bizə nəyi göstərir? Bu x, bu y göstərir. Burada da həmçinin -2 3-də bu x, bu y. Buradan yazanda y bərabərdir. K, x üstə gəl L yazıblarsa, siz -2 bərabərdir 3x üstə gəlin 3k. 3k üstə gəl L olacaq. Yəni bir sözlə L üstə gəlinsin 3k bərabərdir -2 yaza bilərik. Burada da 3 bərabərdir -2k üstə gəlinsin L olur. Yəni baxın belə yaza bilərik də biz bunların yerlərini dəyişə bilərik. Burada L çıxılsın 2k bərabər 3 yaza bilərəm. Yuxarını vururam məsələn -1-ə. -L çıxılsın 3k bərabər 2-yə. L çıxılsın 2k bərabər 3-ə. Tərəf-tərəfə toplasa bunlar gedər. Bununla bunu toplasaq -5k bərabərdir 5-ə. K bərabərdir -1 oldu.
Bizə nəyi soruşur? K və L-i soruşurdu. K -1'dir. Gətirib burada yerinə yazar. L çıxılsın 2 vurulsun -1 bərabər 3'ə L üstəgəl 2 bərabər 3'ə L də bərabərdir 1. Deməli biri 1 olacaq, biri də -1 şəklini alacaq. B variantına baxsaq, deyir ki bizə, yenə də baxın bu şəkildə ədədlər verilibdir. İndi bizə bu bu iki dəyişənin xəttənlik kimi yazılıb artıq B variantında. A x üstə gəlinsin B y bərabərdir C-yə. Burada təbii ki x-in yerinə mən yenə 2'də 1 bu 0,5 yazmalıyam. Gəlin elə 2'də 1 vur A yazacağam. Üstə gəlinsin. Bu -1 olduğuna görə baxın burada çıxılsın y olacaq. Çıxılsın y üzrü sayın. Çıxılsın B olmalıdır. Bu şəkildə baxmamız lazım. İndi biz burada şəkildə yazın deyir. Belə. Nöqtələrindən keçir deyir. Lap gözəl. Bir dənə gözləyim, nəsə qarışdırdım burada deyəsən. Baxın belə yazmalıyıq da. İndi biz burada m 0,5 vurulsun 0,5 də -1 də değil mi? Gətir burada biz bunu yazmalıyıq yerinə. Həmçinin burada da -2,4 vurulsun -3 şəklinə baxmalıyıq. Və burada yazmalıyıq ki biz x-in yerinə yazmalıyıq A vurulsun 0,5 üstə gəlsin B vurulsun -1 bərabərdir C-yə. Burada həmçinin bu x-dır, bu y-dır. A vurulsun -2,4 üstə gəlinsin B vurulsun -3 bərabərdir C şəklini almalıdır. Bu şəkildə yazdığımız zaman bizdə 3 dənə məhsul alınır da, elə deyilmi? Onda gəlin biz bunu necə eləyəni bilirsiniz? Burada gəlin baxın AX üstə gəlinsin bu BY bərabər C-də. Biz bunu çeviriş kvaterniyə çevirəyində, yəni çeviriş deyək ki bunu bu şəklə gətirəyində KX üstə gəlsin L. Baxın burada elə bu şəklə gətirdim. İndi biz burada məsələn BY tapmalıyam. Nə olur? Məsələn -AX üstə gəlsin C olacaq. Hər tərəfini biz B-yə vursaq, Y bərabər B-yə bölsək, hər tərəfini B-yə bölürəm. Y bərabər -A böl B vur X üstə gəlinsin, C bölünsün B-yə. İndi burada bizə deyir ki, bu elə K-ya bərabər. K bərabər -A böl B. Ümumən Y bərabərdir KX üstə gəlinsin L yaza bilərik. Əla. Ondan sonra artıq bunu yazdıqdan sonra bu yuxarıda etdiyimiz qayda ilə bu şəkildə yaza bilərik. Nə yazarıq? X-in yerinə 0,5, Y-in yerinə -1. -1 bərabərdir 0,5 K üstə gəl B-yə. Sonra buradan da -3 bərabərdir -2,4 K üstə gəlsin B-yə. Bu şəkildə yazmaq olar. Yəni bizim misalımızı baxın belə hala gətirəyində, yəni yazarın ki B üstə gəlinsin 0,5 K bərabərdir -1-ə. B çıxılsın 2,4 K bərabərdir -3-ə. Yuxarını məsələn vururam -1-ə. -B çıxılsın 0,5 K bərabərdir 1-ə. Buradan da B çıxılsın 2,4 K bərabərdir -3-ə. Bunları topladığımız zaman bunlar getdi. Bununla bunu toplasaq 9, 2,9 K bərabər bunları topladığımız zaman 2 edəcək. Buradan da K bərabərdir. Hətta -2 olacaq buradan. K da bərabərdir nə olacaq? 2 bölünsün 2,9 olur. Buradan K neçə oldu? K oldu bizdə 20 bölünsün 29 yaza bilərik. Öyle değil mi? 20 bölünsün 29. Bu şəkildə olacaq. Tərəflər toplayalım -2 belə. Sonra biz buradan K'nı tapandan sonra gətirib biz burada istədiyimiz yerdə B'ni tapa bilərik. B'ni tapdığımız zaman isə B deməkdir. Buna biz indi burada L kimi yazılıb. Ümid edirəm ki qarışmadı. Burada L'dir də o əslində bu L'lərdir. Yəni bu başqa rənglə L yazağım burada L. Bu da L'dir, bu da L'dir. Bunlar hamısı L'dir. L. İndi gətirəyim. Haradasa bir yerdə məsələn harda yazağım? Elə burada.
Baxın, L üstə gəlinsin 2-də 1 vurulsun K-nın yerinə 29-da 20 yazırıq. Bərabər -1-ə. Buradan bunlar getdi. L də bərabər -1 çıxılsın 29-da 10. Burada da L də bərabərdir -29-da 39 şəklini alacaq. Deməli, bu şəkildə olmalıdır. Deməli, L-imiz bu oldu. K da bu şəkildə olacaq. Misalda bu şəkildə idi. Belə, keçək indi növbəti suala. Deyir ki bizə 2 briqadadan 20-ci suala baxırıq. 2 briqadadan biri yolun 160 metri, digəri isə 180 metr hissəsini təmin etməlidir. Birinci briqada gün ərzində 20 metr, ikincisi isə 40 metr etməlidir. Neçə gündən sonra ikinci briqadanın təmin edəcəyi yolun uzunluğu birinci briqadanın təmin 3 dəfə az olar. İkinci birincidən 3 dəfə az olar. Birinci təmin edəcəyi yolu necə tapa bilərəm? Ümumi ya 160 etməlidir. Bu 25. Birinci olsun x. İkinci olsun 20. Deyirəm ki 160-dan 25 vur x-ı çıxıram. Bu təmin edəcəyi yoldur. Digərində isə 180-dən təmin edəcəyi 40 x-ı çıxıram. Ümumidə məsafələr belə deyək də gündür də bu x və x-lar günlərimiz gün ərzində. Və deyir ki birinci 3 dəfə neçə gündən sonra ikinci briqadanın təmin edəcəyi yolun uzunluğu birinci təmin edəcəyi yolun uzunluğu 3 dəfə azdır. Onu mən buranı 3-ə vursam bir-birinə bərabər olar. 160 çıxılsın 25 bərabərdir. Burası 0 540. Buradan da eləcək bizə 120 x-a. Bunu bu tərəfə atsaq, 120 x çıxılsın 25 x olacaq. Buradan da 540 çıxılsın 160 olacaq. Burada hesablasaq, bu edəcək bizdə 3 dəfə az dedi. Bunu çıxdığımız zaman bu elədir 95 x. 95 bərabər burası 0, burası 8, 480-ə. Buradan da x də bərabərdir. Biz burada nə səhv eləmədik ki, baxaq ki, nəsə tam ədəd alınmadı. 95-i 480-i 6, 5 dəfə olsa olmaz. 480-i bölməliyik 95-ə. 5 dəfə 25, 5 yazır, 45, 47 oldu. Nəsə burada səhv elədik deyəsən. Bir daha baxalım. Deyək ki 160-dır, 25. İkinci bir 40 metr təmin 40, 180 40 çıxdı. Bunu buna vurduğumuz zaman 540, bura 120. 120'den 25 çıxsaq 95 dedik. Düz demişik də. Bu şəkildə oldu. Baxaq görə nəsə səhv elədik. 4 olsa neçə elədir? Mən bunu çıxanda səhv çıxmışam. Yəqin ki 480 olmaz axı bu. 480 yazmışam. Olmaz 480. Yəqin ki burada 380 olacaq uşaqlar. Üzrü sayın. Diqqətsizlikdir orada. 380-i bölməliyəm 95-ə. X bərabər neçə olur? 4 düşərmi? Bəli, 4 olacaq. Əla. Bu şəkildə baxmamız lazım. Bu da bizim tənliyimiz və həllimiz. Gəldi 21-ci suala. Deyir ki bizə birinci torbada olan makronun kütləsi ikinci torbada olanı 3 dəfə çoxdur. Birinci, ikinci. Bura 3x-dır, burada x-dır. Deyir ki birinci torbadan 8 kilogram götürdülər. 3x-dan 8-i götürdük. İkinci torbadan 8-i əlavə etdilər. Və bərabərləşdi deyir bu. Buradan 3x çıxılsın, x bərabərdir. 8 üstə gəlsin 8 olacaq. 2x bərabərdir 16, x bərabərdir 8 oldu. 12 deyirim. Mən baxsan 8 yazdım. Üzrü sayın. Burada səhv elədim. Bizə deyir ki, bura 12-dir. Onda bunu bu tərəfə attığım zaman bura 2x bərabər 12 üstə gəlsin 8-ə. 2x bərabərdir 20-yə, x də bərabərdir 10 olacaq. X-imiz 10-sa bura 10-dur, burada 30 şəklini almalıdır. Bu da bizim tənliyimiz bu şəkildə olacaq. Gəldik 22-ci suala. 8 kiçik və 6 böyük yeşiyə 232 kilogram alma yerləşdirdilər.
8 bu kiçik x olsun, bu y olsun. Böyüyü y olsun. 8x üstə gəlinsin 8 ilə bərabər 232-yə. Hər kiçik eşitdə olan almanın kütləsinin kiçik x-da böyük eşitdəki almanın kütləsinin 6 dəfə azdır. Onda böyük y bərabərdir 6 vur x-a. Yəni kiçiyini 6-ya vursan böyük alınacaq. Gətirib burada y-in yerinə 6x yazsan, bu y yəni 8x üstə gəlinsin 6 vurulsun 8x bərabər 232-yə. Burada bu elədi 48. 48-in üstünə 8 gəlsə 56x bərabər 232-yə. X də bərabərdir. 2 dəfə olar. Baxaq görə səhv eləmədik ki biz burada 232 idi, elə deyilmi? 48-in üstə də 56. Bu elədi 232 bölünsün 56-ya. 4 dəfə düşsə, yəqin ki, çox yəqin kəsirlə düşəcək uşaqlar. 4 dəfə olsa 24, 2 yadda 22. Belə bir şey oldu. 8, 1. 18-də tam bölünməyəcək deyəsən. Baxaq görək bir daha. Tam bölünməyəcək. Yox, tam bölünməyəcək. Ona görə gəlin elə yazağın. X də bərabərdir buradan neçə olur? Bu biz ixtisar edə bilərik əslində. 232 ilə 56-nı. Nəyə ixtisar edə bilərik? Hər ikisi 2-yə bölünə bilər. 48. Burada nəyə səhv eləmədikdə biz baxaq görək. 6 dəfə kiçikdir 232. Aha, biz burada deyik ki, böyük yeşil, baxın görün. Bir kiçik alma kütləsi, hər böyük eşitdəki almaların kütləsi 6 dəfə azdır. Böyüyündən 6 dəfə azdır. Onda 6-ya vurdu kiçiyini. Bunları ixtisar elədik. Mesela burada səhvli elədik. Baxaq, yenidən bir daha baxın misala, qarışdırdım sanki. Aha, x üstə gəlinsin y bərabərdir 232 olacaq. Hər kiçik eşitdə olan almanın kütləsi hər böyük eşitdəki almanın kütləsindən 6 dəfə kiçikdir. Bu kiçik idi də. Böyük bərabər 6 vurulsun x-a. Onda mən x üstə gəlinsin 8 idi də bu. Burada 8x, burada 6. Baxaq görək. 8-dən kiçik eşik var. 8 vurulsun x üstə gəlsin 6 vurulsun y bərabərdir. 232 dedik. Buradan x də bərabərdir. 6 vurulsun y-də. Səhvimi başa düşdüm. Burada mən 6 yazası burada 48 yazmışım. 6 vur 8 yazmışım. 6 vur 6 yazacaqdım orada. 8x üstə gəlinsin 6 vurulsun 6y. Bax bu burada da yerlərini dəyişdirmişəm. Bu y bərabərdir 6x olmalıdır və burada bu y-in yerinə 6x yazırıq. Bura 6x yazmalıyıq. Bura 6x bərabərdir 232-yə. Buradan bu elədi 36. 36-dan 8 gələndə 44x bərabər 232 olacaq. Buradan da x də bərabərdir 232 bölünsün 44-ə. Bunları hər tərəfi məsələn 4-ə ixtisar edə bilərəm. Bura 11 edəcək. Buna 4'e böldüğümüz zaman 232'ni böləyin 4'e 5 dəfə 20 8 58 oldu. Belə x-i belə tapdı. Y-ımız isə 6 vurulsun 11'də 58 olur da, elə deyilmi? Bu da elədi 11'də 48, bu da 4 34. Yəni bu şəkildə olacaq. Deməli x-ımız 11'də 58, y-ımız isə 11'də 348 şəklini alacaq. Gəldi sonra 22'nin B variantına. B variantı. Kinoteatrın 2 zalında birlikdə 534 tamaşaçı yeri var. Birinci zaldaki yerlə 12 eyni. Birinci zal ikinci. Birinci zalımız x olsun. Yəni 12 x. İkinci zalda 15 y. Bərabər nə qədərdir? 534'dür. Və bizə deyir ki, birinci zalda hər sırada olan yerlərin sayı ikinci zalda hər sırada olan yerlərin sayının 4 yer çoxdur. Birinci zal x y-dan 4 yer çoxdur. Onda y-sə 4 gəlsəm x alınır da. Aha. Bir daha baxım, səhv eləmədik ki.
Bu birinci zaldır, bu ikinci zaldır. Deyir ki, birinci zalda hər sırada olan yerlərin sayı ikinci zalda hər sırada olan yerlərin sayından çoxdur. Birinci çoxdur. Aha, əla. 12 vurulsun. Buradan bu şəkildə yaza bilərəm. X-in yerinə y üstəgəlsin 4 yazıram. Y üstəgəlsin 4 üstəgəlsin 15y bərabərdir 534-ə. 12y üstəgəlsin 48 üstəgəlsin 15y bərabərdir 534-ə. 534-ə 27y də bərabərdir 534 çıxılsın 48-ə. 534 çıxılsın 48. Bura 6. Bura 8. 468. 27. Y bərabər 486. Bunu götürüb 27-yə bölsək. Bir dəfə düşər. 27. 1, 2, 6. Burada 8 dəfə olar mı? Bəli. Y bərabər neçə elədi? 18. Y 18 ise buradan biz tapa bilərik də x bərabərdir. Y üstəgəlsin 4 idi. Yəni 18 üstəgəlsin 4 bərabərdir 22 şəklini alacaq. Deməli 18 və 22. Birinci zalda 22-dir. İkinci zalda isə 18 olmalıdır. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.